Mən Cəlilabad rayonunda yerləşən Şəhid Kapitan Rəşid Abdullayev adına 2 saylı tam məktəbinin 5B sinif şagirdi Quliyeva Əsma oluram. Mənim yeni oxuduğum kitablardan biri də Vladimir Jeleznikovun Müqəvva əsəridir. Artıq mən bu əsəri oxuyub bitirmişəm və istəyirəm ki, bu əsər haqqında fikirlərimi bildirəm. Lakin əsər haqqında sizə kiçik bir məlumat vermək istəyirəm. Bu əsər ilk dəfə 37 il bundan əvvəl çap olunmuşdur. Artıq istəyirəm ki, bu əsərlə bağlı fikirlərimi bildirəm. Əsərin içərisində mənim sevdiyim obrazlar vardır. Lakin sevdiyim bir obraz vardır ki, onun bəzi mənfi xüsusiyyətlərə malikdir. Mənim sevdiyim obrazlar Lenka ilə Müqəvvadır. Müqəvvanın bir mənfi xüsusiyyəti var idi ki, özünə güvənmir və özünü əzdirirdi. Ona tövsiyə edirəm ki, artıq özünə deyilən şeylərə cavab verə bilsin, yox deməyi bacarsın və özünə güvənsin. Mən sevdiyim obrazlardan biri isə Lenka idi. Lenka çox yardımsevər, xeyirxah və insanların kömək etməyi sevən bir obraz idi. Lenkaya tövsiyə edirəm ki, hər zaman belə bir obraz olaraq qalsın və heç dəyişməsin. Hər zaman insanlara kömək etməyi sevsin, yardımsevər olsun, xeyirxah olsun və ən başda da yaxşı bir insan olsun. Lakin Müqəvvaya isə təbii ki, Müqəvvanın da çox xüsusiyyəti müsbət idi. Bu xüsusiyyətlər isə onun yardımsevərliyi, ürəyi təmizliyi, cana yaxınlığı, insanlara qarşı hörməti onu digər insanlardan fərqləndirirdi. Təbii ki, Müqəvvaya da tövsiyə edirəm ki, bu xüsusiyyətlərini və xüsusiyyətlərini heç vaxt dəyişməsin. Lakin özünə inamını artırsın, yox deməyi bacarsın və özünü əzdirməsin. Əsər həqiqətən də çox maraqlı idi. Tövsiyə edirəm ki, siz də bu əsəri oxuyasınız. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.